Deməli, baxıram birinci şəkilə, görürəm ki, nə var burada? Elephant var. Yazıram 1. Ayda bu da ki. Elephant. Baxın. Elephant. Sonra nə görürəm? Oğlan görürəm. Boy. Sonra girl. Maze yazaq, yoxsa girl yazaq sizcə? Girl yaza bilərəm, amma daha çox anasına oxşuyur. Maze yazım. Maze. Bir də hardadılar? Məkanı da qeyd eləməliyəm. Kənd, village. Village kənddə düzü fil. Neyse, village yazaq. Village. Sonra baxıram ki, masa var, düzdür, table var. Üstündə də nə var? Meyvələr var. Fruits. Fruits. Bir də nəyin içindədir? Kasa. Kasa da bowl. Sonra. Necə qəbul edeyim? Bir dəqiqə. Okay. Bu mənim birinci şəklimin izahı. Bəs hansı gündür? Yay fəslində yəqin ki, summer yazım. Summer. İndi gedim essemi yazım. Essemi necə yazaram? Baxıram ki, cümləyə həmişə necə başlamalıyam. In hot summer. Yes, summer day. Summer day. Summer day. Adlarda nə qoyum, yoxsa qoymayım? Yazım a boy and mother. Sonra nə verim? Neynirlər? Aha, uşaqlar. Nə düşünərsiniz? Ardını necə tamam? Aha. Oturublar. Yes. Hansı zamanda yazdım? Heç zamanını təyin eləmədik. Keçmişdə yazdım. Yazaq keçmişdə. Set verim onda. Yes. Yes. Aha. Maze set. Hardadılar? Village. Ay, sağ ol. Kent village. Uşaqlar. Aha. Deməli, in. Salam müəllim. Salam, salam. In the village. Buradan yazaq, village. Deməli, hansı sözlərimi işlətdim mən? Gedirəm, baxıram. Boy işlətdim, summer işlətdim. Sonra maze getdi, village getdi. Düzdür, bunlar qalıb. İndi gəlirəm ikinci cümləyə. Oğlanın adına nə qoyum? Tom. Tom neynir? Məsələn, baxır, düzdür, filə baxır. Tom looked, keçmişdə verirəm. At the elephant elephant. Cümləni uzadım. Başqa necə yaza bilərəm? O çaşqın halda da olub. Ay, sağ ol. Aha, qorxulu. Qorxulu necə yazım? Yes. Onda looked at. Burasına nəsə yazmalıyam, düzdür? Hansını yazım? Frightened yazım, yoxsa scared yazım? Scared. Keçmiş zamanda yazmışsın. Ay, onu demirsən. Look at the scared elephant. Sonra meyvələr qaldı. Stool və meyvələr qaldı. Burada elephant işlətdim. Başqa heç nə işlətmədim. Fruit qaldı, bowl qaldı, table qaldı. İşlədim, yoxsa keçim ikinci şəkilə? Sizcə necə olar? Necə işlədə bilərəm məsələn? Bəs deyil, birinci şəkil üçün bu qədər. O vaxtında anası kitabı oxuyur. Hə, uşaqlar, necə eləyə bilərəm? İşlədim bu table, fruit, bowlu, yoxsa keçim ikinciyə sizcə? Məncə keç.
Keçim. İşlərə. Ya. Kesin aydın. Çaşırmaq. Keçdim 2-yə. Gəldim bunun şəkillərini izah eləməyə bir-bir. Yenə elephant görürəm. Yazıram elephant. Sonra yenə oğlanı görürəm. Bu dəfə adı var deyə Tom yazaq. Tom. Sonra əsas məsələ banan verir. Give. Banana. Sonra başqa da bir şey yoxdur. Düzdür? Sevin. Keçirəm digərinə. Deyirəm Tom. Give-i keçmişə necə yazım? Keçmişi necə olur? Gave. Mhm. Gave. Gave. Ay sağ ol. Tom. Buraya yazıram. Tom gave banana. A şəkilçisi hansı idi? Filə. To elephant. The elephant. Aha. Tək olmaz. Yes, elephant. Deyirəm və onlar xoşbəxt görünürlər. And ya da hiss edirlər. And They look happy. ay sağ ol. They seemed verə bilərəm. Seemed. Ay sağ ol. Look. Look da verərəm. Look baxmaqdır, görünmək mənası da var. Bir də yazım. They seemed Happy. ay sağ ol. Çünki link failed. Yes, happy. Bu da ikinci şəklimin essesi. Gəldim üçüncüyə. Burada görürəm kimlərdir məsələn. Workers yazım. İşçi, worker. Sonra yenə Tom və anasıdır. Tom, nə? And mother. Sonra Eyni əsas sözün tək olmadığı üçün ora mom da yaza bilərik. olar əlbəttə ki. Lap adını da yazsaz olar, düzəltə. Hətta Tom eləməyə yazarıq he, dəyişərik onu. Sonra fil, yenə elephant və əsas məsələ maşın. Bir də fikir versəz, maşının üstündə nə yazılıb? Sizə orada işarə verirlər. Sirk yazırlar. Ay sağ ol. Onu da yazaq. Circus. Kar. Kar yox, trak. Trak yazaq. Yük maşını. Karla bunu aparmaq olmaz. İndi gəlirəm cümləm, essemə. Deməli, yazıram ki, birdən, anidən. Suddenly. Kimlər gəldi? Workers. Aha, workers. Bir dənədir. Əslində bir dənədir. Worker götürək, düzdür? Worker. Akşamınız xeyir olsun ben. Salam, salam. Came. Z. Hara? Yard, village. Village. Vənin digər sinonimi hansıdır? So verə bilərəm. So. Yeah. Village. So. Sonra necə tamamlayım? Aparmaq. Aha. Maşına min. He bring. Brought. Yes, brought. Brought. It. Hara? Circus. Yes. Circus. To the circus. Nəylə? Trump. Yes, with truck. We. Allah, with truck. Sonra ən axırda da yazın. Finally, mom and. Aha. Tom. İndi verək oğlu. Mom and her son. Düzdür, onun oğlu. Tom çox verdi. Son. Əl yelləmək nə idi? Wave the hand. Düzdür? Wave. Wave the hands and say yes and say goodbye. Yes. Said daha doğrusu. Said goodbye. Və salam, bu da sizin esse. Aydındır hamıya. Bunu mən